Herkese selamlar. Yeni bir qrammatik qayda videosuyla qarşınızdayım. Bugünkü dərsimizdə sonu müəyyən bitən isimlərin cinslərini müəyyən etməyə kömək edəcək bəzi qaydaları öyrənəcəyik. Məsələ buradadır ki, bu isimlərin bir qismi kişi cinsində, digər qismi qadın cinsindədir və rus dilində ismin cinsi cümlənin quruluşuna bilavasitə təsir elədiyinə görə bu isimlərin cinslərini bilməsək, rus dilində danışığımız düzgün alınmayacaq. Məsələnin yaxşı tərəfi ondan ibarətdir ki, eyni sonluqlarla bitən isimlərin əksəriyyəti eyni cinsə malikdirlər və bu gün həmin sonluqları öyrənəcəyik. Bu videoda istifadə etdiyimiz sözlər 10 minlik rus dili lüğətindən seçilib. Əlbəttə ki, məsələ rus dilidirsə burada istisnalar olacaq, amma bu gün daha çox danışıqda çox istifadə olunan sözlərdən istifadə edəcəm. İstisnalara çox da girməyəcəyik, çünki bir çoxu gündəlik danışıqda istifadə olunmur. Belə başlayaq. İlk öncə bu isimlərin cinslərini niyə bilməliyik? Bunu daha geniş şəkildə izah edeyim. İki dənə isim götürək. Titrait, Slavar. Titrait qadın cinsindədir, Slavar kişi cinsindədir. Aralarında o qədər də böyük fərq görünmür. Lakin cümlə tərkibində istifadə etməyə başladıqca məsələ dəyişir. Maya Titrait, Moy Slavar. Burada görürsünüz Maya, Titrait qadın cinsidir. Qabağını qadın cinsinə tələb eləyəcək. Moy Slavar, Slavar kişi cinsidir. Qarşısını kişi cinsinə tələb eləyəcək. Həmçinin bu sözlər, eyni görünən sözlər hallara görə dəyişdiyi zaman şəkilçiləri tamamilə fərqlidir. Məsələn, yəlik halda burada idi, burada yadı. Və yaxud da ki, yönlük halda burada idi, burada yudu. Gördüyünüz kimi şəkilçiləri tamamilə fərqlidir. Və həmçinin cinsləri fərqli olduğuna, şəkilçiləri fərqli olduğuna görə qarşılarında gələn sifətlər, əvəzliklər də fərqli olacaq. Məsələn deyirəm, у меня нет такой хорошей тетради. Mənim belə yaxşı dəftərim yoxdur. Net deyiriksə, ondan sonra yəlik halı istifadə edirik. Bunu yəqin ki, qrammatik qayda dərslərimizdən bilirsiniz. Titrait. Burada i əlavə eləyib. Görürsünüz qabaq хороший, такой. Hər ikisi qadın cinsinə uyğun şəkildə dəyişir. İndi bura baxırıq. У меня нет такого хорошего словаря. Mənim belə yaxşı lüğətim yoxdur. Gördüyünüz kimi burada ya var, çünki Slavar kişi cinsində idi. Görürsünüz buranı. Burada kişi cinsinə uyğundur, burada kişi cinsinə uyğundur formada dəyişir. Yəni bu cümlə ilə bu cümlə arasında olduqca böyük fərq var. Biz cinsini bilməsək, buradakı şəkilçiləri bura, buradakı şəkilçiləri bura, buradakı şəkilçiləri bura əlavə eləyə bilərik. Bu da ki, olduqca danışığımızı kobud bir formaya gətirər. Hə, bunların niyə belə dəyişdiyini bilmirsinizsə, artıq orada mənim eləyəcəyim bir şey yoxdur. Qrammatik qayda dərslərimizi izləməyinizi tövsiyə edirəm. Çünki bu qaydaları bilmədən onsuz da rusca danışa bilməyəcəksiniz. Yəni, Yaksınakın cinsini bilməkdə sizə heç də verməyəcək. Onları da yavaş-yavaş izləyə bilərsiniz. Hamısının dərsləri var. Ən azından yəlikal kompleks şəkildə kanalımızda var. Belə başqa örnək verirəm. Я купил новую тетрадь. Mən yeni dəftər aldım. Görürsünüz, новую. Niyə? Titrait qadın cinsidir. Təslik halda özü dəyişmir. Amma qadın cinsi olduğuna görə qabağını dəyişdirəcək. İndi bura baxın. Я купил новый словарь. Словарь. Kişi cinsidir. Bu cansızdır. Canlı olsa qabağını dəyişərdi. Özü dəyişmir, qabağı da dəyişmir. Bu cür incəlikləri rus dilinin var. Yenə deyirəm, bu qaydaları bilmirsinizsə, bunları öyrənməyiniz lazımdır. Belə, indi bunların cinsləri necə müəyyən edəcək? Yavaş-yavaş başlayaq. Məsələn, kişidirsə kişi cinsi, qadınsa qadın cinsi. Birinci qayda. Doç, qız, mать, ana. Məlumsa. Parin, oğlan. Bura problem yoxdur. Belə, kişi cinsindən başlayaq. Sonu, tel, sonluğu ilə bitən isimlərin 90%-dən çoxu kişi cinsidir. Xüsusilə bunlar hər hansı bir peşə bildirirsə. Məsələn, учитель, водитель, строитель, покупатель, родитель, создатель, исполнитель, rukovodитель, посетитель. Hamısı kişi cinsindədirlər. Və yaxud da ki, başqa da olur. Житель, хранитель, отправитель, получитель, изобретатель, наблюдатель. Əlbəttə ki, istisnaları ola bilər. Bunlar çox istifadə olunan sözlərdir deyə bura əlavə eləmişəm. Əgər istifadə olunmayan söz olsaydı, heç əlavə də eləməzdim. Var onun istisnaları, bunlar qadın cinsidir. Nəzərə alın. Ayların adları kişi cinsindədir. Burada yalnızca bu sonluqlara bitən ayları əlavə eləmişəm və ayların adının kişi cinsində olması bizim nə işimizə yarayacaq? Bunu göstərmək istəyirəm. Məsələn deyirəm, в январе всегда много праздников. В январе. Görürsünüzmü? Bunun axırı y-dir. Əgər bu qadın cinsi olsaydı burada i olardı. Burada y var. 1.
Daha sonra мой день rождения 5 yanvarya. 5 niyə görə burada belə qoyur? Çünki bu kişi cinsidir. Görürsünüz, bunun axırı yadır. Yəlik halda bunu istifadə edir. Rəqəmlərin qaydaları biraz da çətindir. Bunun hələ ki bizdə dərsi yoxdur, amma olacaq, onun da dərsi olacaq. 5 yanvarya. Bəli, bunu istifadə eləyir, kişi cinsində istifadə edir. Bunu sifətlərlə uyğunlaşdırmaqla bayaq var idi. Хорошего, нового. Eyni sistemdir də. Sadəcə bu sıra sayını belə verir, ola bilər. Нам нужно закончить этот проект до апреля. Görürsünüz, burada da yine ya işlədir. Əgər bu qadın cinsi olsaydı, burada i işlədərdi. O ya işlədir. Bunu hardan bilirik? Aprel sözü kişi cinsindədir. Deməli, kişi cinsinin şəkilçilərini əlavə etməliyik. Əlbəttə ki, halların şəkilçilərini bilməyimiz lazımdır. Bunu bilmədən bu video heç bir işinizə yaramayacaq. Belə. Növbəti qrup ar sonluğu ilə bitənlərdir. Bunlar da genel olaraq kişi cinsidir. Yəni 10 minlik lüğət içərisindəkilərin hamısı kişi cinsidir. Amma rus dilində 200 min söz olduğunu nəzərə alsaq, əlbəttə ki, hardadırsa qadın cinsində olanlar da ola bilər. Amma genel olaraq kişi cinsi hesab olunur. Məsələn, çar, slovar, kalendar, pekar, sekretar, qasudar, fanar, rıtsar, sudar. Hamısı gördüyümüz kimi kişi cinsində istifadə olunur. Davam edək. Qadın cinsi. Qadın cinsinin ən böyük qrupu ost sonluğu ilə bitənlərdir. Bunların sayı xeyli çoxdur, amma yəni müxtəlif sözlərdən yarandıqlarına görə tərcümələrini bilmək o qədər də çətin deyil. Məsələn, novost, безопасность, личность, ответственность, зависимость, собственность, реальность, потребность, поверхность. Xeyli sayda var, bunlar çoxdular. Обязанность, действительность, должность, сущность, трудность, промышленность, эффективность, уверенность, подробность. Xeyli var. Bunlar hamısı qadın cinsi hesab oluna bilər. Davam edək. Sonra ov sonluğu ilə bitənlər də genel olaraq qadın cinsi hesab olunur. 10 minlik lüğət içərisində bunlar var idi. Bunlar hamısı qadın cinsindədir. Əlbəttə ki, daha geniş lüğətdə fərqliləri də ola bilər. Krov, любовь, krov, serkov, svikrov, markov, obuf. Bunlar hamısı qadın cinsində istifadə olunur. Davam edək. Sonra bu sonluqlarla bitən isimlərin hamısı da yenə qadın cinsi hesab olunur. Məsələn, помощь, вещь, мощь, мышь, роскошь, чушь, ночь, речь. 10 min içərisində bu qədər söz var idi. Bunlar hamısı qadın cinsindədir yenə də. Yəni bu sözlər sizin gündəlik danışıqda qarşınıza çıxacaq sözlərdir. Qarşınıza çıxmayacaq sözləri dediyim kimi bura salmıram, çünki nəyimizə də lazımdır. Sadəcə danışıq üçün öyrənirik deyə yalnız istifadə olunan sözləri öyrədirəm. Davam edək. Yenə də дочь, мелочь, сволочь, горечь, молодежь, ложь, дрожь var. Hamısı gördüyünüz kimi qadın cinsində verilir. Davam edək. Belə. İndi öyrətdiyim qaydalar müəyyən bir qrup sözləri əhatə edir. Əgər ki, bu qrup içərisində sözlər olmasa nə edəcəyik? Yəni, cümlə tərkibində gördüklərimizin cinslərini müəyyən edəcəyik. Bunun üçün baxırıq həmişə nəyə? Qarşılarındakı sifətlərə və yaxud da əvəzliklərə. Məsələn, deyir, сложный день. Görürsünüz? Сложный hansı cinsində verir? Kişi cinsində verir. Niyə görə kişi cinsində verir? Çünki den sözü kişi cinsindədir. Deməli, buradan bilirik ki, bu söz hansı cinsdədir? Kişi cinsindədir. Və yaxud da deyirəm, Krasnaya площадь. Krasnaya площадь. Bu hansı cinsdə verir? Qadın cinsində verir. Krasnaya. Niyə qadın cinsində verir? Nə məcbur edir bunu? Площадь sözünün qadın cinsində olması. Deməli, bu qadın cinsindədir ki, bunu da qadın cinsində verir. Belə baxıb bilmək olar. Belə oxuya-oxuya yadımızda saxlayırıq. Ən başlanğıc formu da belədir. Və yaxud da ki, настоящая любовь. Настоящая любовь. Burada görürsünüz. Nastoyaşya yenə i-ya verib, a-ya verib, oxuyarkən biraz fərq edir. Bu quyruqlu ş, a-ları i-yə çevirə bilir. Şa dediyimiz hərf. Dəqiqə. Çox getdik. Tamam. Bu da qadın cinsi olduğuna görə qarşısına qadın cinsi də verir. Məsələn deyirəm, сильный дождь. Сильный дождь. Bu da yenə də kişi cinsində olduğuna görə qarşısına görürsünüz, kişi cinsində verir. Трудная жизнь. Bu qadın cinsidir, düzdürmü? Qarşısına görürsünüz, qadın cinsində verir. Белая дверь. Yenə qarşısına hansı cinsdə verib? Qadın cinsində verib. Deməli, bu söz, diğer söz hansı cinsindədir? Qadın cinsindədir. Bu qadın cinsindədir ki, qarşısında belə verir. Bunun cinsinə görə bunu qoyuruq özümüz danışarkən. Amma məsələn, başqasının qurduğu cümlədə və yaxud da hər hansı bir mətndə gördüyümüz cümlədə
Baxan kimi artıq bunun cinsini bilirik, belə-belə yadımızda saxlayırıq. Məsələn, örnək olaraq Bella Edver olaraq yadımızda saxlayırıq ən başlanğıc səviyyədə və yaxud da məsələn, Interesный spektakl. Spektakl hansı cinsdədir? Kişi cinsindədir. Hardan bilik? Qarşımıza interesный verib. Ona görə verib ki, bu kişi cinsindədir. Yaxud da Большой kорабль. Kорабль hansı cinsdədir? Kişi cinsindədir. Qarşımıza Большойdur. Və yaxud da Плохая связь. Bu hansı cinsdədir? Qadın cinsindədir. Hardan bilirik? Çünki qarşımıza Плохая verib. Başlanğıc formada belə verib. Burada da yenə cinslərini qeyd eləmişəm. Kişi cinsi və qadın cinsi olaraq görürsünüz qarşılarına qeyd eləmişəm. Belə. Orta səviyyələrdə necə biləcəyik? Orta səviyyələrdə artıq hallara görə dəyişmədən biləcəyik. Orta səviyyə özümüzə deyiriksə, hallara görə dəyişməni yəqin ki, bilməliyik. Məsələn deyirəm, посмотри в толковом словаре. Görürsünüz? В толковом словаре. Bunun haqqında ye var. Предложен падежli düzdürmü? Ye var. Bunun qarşısında nə var? On var. Bu kişi cinsi предложен падежin şəkilçiləridir. Deməli, bu slovar kişi cinsidir. У этого термина совсем другое значение. Burası bizə lazım deyil. Görürsünüz, baxın burada yazılmış. Slovar, lüğət. Толковый словарь, izahlı lüğət. В толковом словаре izahlı lüğətdə. Предложен падежdir, belə. Bu arada yavaş-yavaş öyrənin. Yəni, bunlar da qıraqda qalmasın. Belə. Этой ночью. Этой nочью. Görürsünüz. Этой nочью. Bir, buradan bilirik ki, этой var bunun qarşısında. Bilirik ki, burada you var. Nочью. Bu tvarikini padejdir. Bu sonluqlarda you gəlir. Bu iki şəkilçidən bilirik ki, noç sözü hansı cinsdədir? Qadın cinsindədir. Və yaxud da ki, verir. Он всю жизнь водителем работал. Работал водителем. Bunu axıra gətirmişəm. Ola bilər. Problem deyil. Görürsünüz, burada yem sonluğu var. Buradan bilirik ki, bu kişi cinsindədir. Yem sonluğu olması. L-dan sonra normalda om sonluğu gəlir. Sadəcə burada məqsınak olduğuna görə burada yem sonluğu gəlib. Deməli, bu söz də yenə kişi cinsindədir və tel sonluğu da bitir. Elə də bilə bilərdik. Bu çətin deyil. Belə, irəli səviyyədə də verə bilərik. Его образованность была того самого рода, когда человек знает все на среднем уровне, но ни в чем не достигает глубины, позволяющей иметь собственное мнение. Bəli, bu kitabdandır. Lev Tolstoyun Anna Karenina kitabındandır. Burada göstərik. Na srednim urovni. Sredni. Görürsünüz, qarşısında yem var. Buna xanada ye var. Deməli, buradan bilirik ki, urovni sözü hansı cinsdədir? Kişi cinsindədir. Bəli, irəli səviyyələrdə bunu bu formada bilə bilirik. Belə cümlələr oxuduqca, sözləri gördükcə cinslərini bu şəkildə yadımızda saxlamağa çalışırıq və belə örnəkləri yadımızda saxlayırıq həmişə. Deyirik, hə, belə bir örnək var idi. Na srednim urovni və bu qarşısında yem gəlibsə, bu kişi cinsindədir. Bu əlbəttə ki, irəli səviyyələr üçün olacaq tövsiyələr və yaxud da irəli səviyyə olmaq istəyənlər üçün verdiyim tövsiyələrdən biridir. Yəni, genel olaraq mən belə yadda saxlayıram, yəni. Örnəklər üzərindən yadda saxlayıram. O şəkildə yadda qalır. Və yaxud da ki, başqa cümlə verək. Burada tərcüməsini də vermişəm. Belə. Nə deyir? У каждой вещи своя судьба. Иные вещи переживают людей. И в этом их печальное преимущество. У каждой вещи deyir. Veş. Gör, veş. Hansı cinsdədir? Qadın cinsdədir. Zaten bu sonluqdan da bilmək olar da bunu. Qarşı necə? Каждой. Oy sonluğudur. Yəni ki, halda bu sonluq gəlirsə, demək bu qadın cinsidir ki, bu sonluq alır. Yəni kişi cinsi olsaydı o, q, o belə bir şey gələrdi. Qarşıda var. Belə oxunur. İndi yazılışda fərqli, deyilişdə fərqlidir bu stili. Bəli, каждой вещь, yəni hər əşyanın öz taleyi var kimi bir şeydir. Nəysə, yəni buradan artıq bilirik ki, bu hansı cinsdədir. Kitab oxuyarkən və yaxud da məqalə oxuyarkən belə şeylərə diqqət etmək lazımdır ki, düzgün şəkildə öyrənə bilək. Burada yenə tərcüməsini yazmışam. Davam edək. Человек – существо, которое всему привыкает. И это, я думаю, самое лучшее его определение. Даже самая страшная новость через 3 дня становится просто частью биографии. Dostoyevskidəndir. Olsa gözəl bir mətndir. Bizə lazım olan hissə hardadır? Samaya страшная новость. Новость qadın cinsindədir. Görürsünüz, новость adlı halında verir. Samaya страшная, görürsünüz, qarşısında necə qadın cinsində verir. Yəni, ən qorxunc, kədərli xəbər. Burada yazmışam mı?
Самая страшная новость. Новость qadın cinsi. Bəli. Getdik. Burada tərcüməsini vermişəm. Davam edək. Bir cümlə daha verir. Для того, чтобы быть хорошим учителем, нужно любить то, что преподаешь, и любить тех, кому преподаешь. Bəli, burada быть хорошим учителем. İfadə padejdir. Burada yenə yem sonluğu var. Kişi cinsinin sonluğudur və burada qarşısında yenə də im var. Bu da yəni ismin kişi cinsində olduğunu bizə bildirir. Buradan bilirik ki, uchitel kişi cinsindədir. Sonunda tel sonluğu olması da zaten bunu o şəkildə biruzə verir. Belə, dərsimiz bu qədər. Bugünkü dərsimizdə miyak sınaqların cinslərini müəyyən etməyi öyrəndik. Gələn dərsdən yeni qrammatik qaydalarımız olacaq.